Salam əziz dostlar, hər birinizi xoş gördük. Bu video izahda biz Fizika Güvən 2024 nəşrindən period tezlik bucaq sürətinin məsələlərinə baxacağıq, ancaq C variantının məsələlərini həll edəcəyik. Başlayaq. Deməli, bir nömrəli məsələdə deyilir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin fırlanma periodu 6 saniyədir. Maddi nöqtə A-dan D-yə nə qədər vaxta gələr? Deməli, fırlanma periodu verilir. T bərabərdir 6 saniyə. Və biz görürük ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim, baxın bu saat əqrəb istiqamətində hərəkət edir və A-dan D-yə gəlir. Burada dövrlərin sayını tapmalıyıq və burada çevrəni 4 bərabər hissəyə bölüb A-dan D-yə gələndə hansı hissəni gedir? 1, 2, 3. Deməli 4-dən 3 hissəsini gedir. Dövrlərin sayı burada 4-də 3-ə bərabərdir. Bizdən zamanı soruşur, T-ni soruşur. T sual. Dövrətmə periodunun düsturunu bilirik biz. T bərabərdir. Kiçik T bölünsün böyük N-dir. Buradan zamanı tapsaq, zaman bərabərdir. Period vurulsun dövrlərin sayı. Yəni 6 vurulsun 4-də 3. O da bərabərdir. 6-nı 3-ə 18, 18-ni 4-ə böləndə eləyəcək 4,5 saniyə. Cavabımız oldu C variantı. 2 nömrəli məsələ. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə 30 dərəcəlik qövsü 5 saniyəyə dönür. Baxın, buradakı 30 dərəcəlik bu qövsü dönür 5 saniyəyə. T bərabərdir 5 saniyə. Maddi nöqtənin dövr etmə periodunu hesablayın deyil. Burada biz bilirik ki, tam bir çevrə 360 dərəcədir. 30 dərəcəni əgər bu 5 saniyə dönürsə, bəs 360 dərəcəni neçə saniyə dönər? Həmən bu tapdığımız zaman bizə verəcək dövr etmə periodunu. Niyə? Çünki dövr etmə periodu biz nəyə demişik? Dövr etmə periodu bir tam dövrə sərf olunan zamandır. Və cisim o zaman bir tam dövr edir ki, onun dönmə bucağı 360 dərəcə olsun. Onda biz tənasüblə həll eləyə bilərik əslində bu məsələni. 30 dərəcəyə 5 saniyə deyirəmsə, 360 dərəcəyə deyirik T. Bilmirik nə qədərdir, buradan periodu tapmalıyıq. T bərabərdir, olacaq 360 vurulsun 5 bölünsün 30. Deməli 30 ilə 360 ixtisar gedir, qalır burada 12, 12-ni də 5-ə vuranda elədi 60 saniyə. Cavabımız olacaq D variantı. 3 nömrəli məsələdə artıq burada görək nə deyir? Deyir, verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin bucaq sürəti 0,5 radian bölünsün saniyə olarsa, bu cisim A nöqtəsindən B nöqtəsinə nə qədər vaxta çatar? Artıq bizdən A-dan B-yə gəlmə vaxtını soruşur. İndi biz burada bucaq sürətimiz bizim nə qədərdir? Omega bərabərdir 0,5 radian bölünsün saniyədir. Və burada bucağı verib fi bərabərdir 60 dərəcə. Biz bunu radiana çevirmək üçün nə etməliyik? Radiana çevirmək üçün bucağımız 60 dərəcədir, nə edirik? Fi bərabərdir 60-ı vururuq, 60 dərəcəni vururuq, pi bölünsün 180 dərəcəyə. Bu da eləyir pi bölünsün 3 radian. Deməli, biz buradan zamanı tapmalıyıq, T-ni tapmalıyıq. Bucaq sürətinin düsturu belədir. Omega bərabərdir, fi bölünsün T. Yəni, bucaq sürəti vahid zamanda dönmə bucağına bərabərdir. İndi biz buradan T-ni tapsaq, T bərabərdir, fi bölünsün omega. Fi-ni biz neçə radian tapdıq? Pi bölünsün 3 radian tapdıq. Pi-ni də burada bizə neçə verib? 3 verib. Deməli, elə birbaşa yazsam mən bunu, pi bölünsün 3, yəni 3 bölünsün 3 1-ə bərabərdir. Omega neçədir? 0,5. Bu da bərabərdir 1 bölünsün 0,5, 2 saniyə. Cavabımız Y variantı. 4 nömrəli məsələ. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən D nöqtəsinə 15 saniyədə gəlir. Cismin fırlanma tezliyini hesablayın. Baxın, A-dan D-yə yenə saat əqrəbi istiqamətində hərəkət edir. Yəni, dövrlərin sayı burada
4-də 3-dür. N bərabərdir 4-də 3-ə. Və keçən zaman müddəti 15 saniyədir. Biz tezliyi necə tapırıq? Nü bərabərdir N bölünsün T. Yəni 4-də 3-ü bölməliyik 15-ə. Bu da eləyəcək, deməli 3 bölünsün, 4 vurulsun 15. 3-lə 15 ixtisar gedir 3-ə. Burada 1 qalır, aşağıda 5 qalır. 20-də 1, 20-də 1 də olacaq. Deməli 0,5 saniyə üstü -1. Cavabımız A variantı. 5 nömrəli məsələ. Çevrə üzrə hərəkət edən maddi nöqtənin bucaq sürətinin zamandan asılılıq qrafiki verilib. 8 saniyə ərzində radius vektorunun dönmə bucağının qiymətini hesablayın. Deməli, omega dedik ki, biz burada omega nəyə bərabər idi? Dönmə bucağını fi-ni bölürdük t-yə. Burada biz dönmə bucağını tapsaq, fi bərabərdir omega vurulsun t. Baxın, bu düsturda hasil var. Yəni, omeganın t-yə hasili. Əgər hasil varsa, burada omeganın t-dən asıllıq qrafikində, grafikin altında qalan fiqurun sahəsi bizə dönmə bucağını verəcək. Fiqur nə olur olsun? Trapesiya ola bilər, düz bucaqlı ola bilər, düz bucaqlı üç bucaq ola bilər. İndi məsələmizdə görürük ki, bu fiqur, yəni qrafikin altında qalan fiqur hansı fiqurdur? Baxın, bu fiqur trapesiyadır. Və biz bilirik ki, trapesiyanın sahəsini necə tapırdıq? S bərabərdir. Oturacaqları cəmini bölürdük 2-yə, vururduq hündürlüyə. Bu trapesiyanın oturacağı, baxın aşağı oturacağı bura nə qədərdir? 8 üstə gələk. Yuxarı oturacağı, baxın bu hissə, bax bura bərabər olduğundan 4 bölünsün 2, vurulsun hündürlüyü nə qədərdir? Bax bura. Hündürlüyü də 3-ə bərabərdir. Deməli, 4 üstə gələk. 8, 12, 2-yə böldük. 6, vurduq 3-ə, 18 radian. Cavabımız oldu C variantı. Keçək 6 nömrəli məsələyə. 6 nömrəli məsələdə deyilir ki, dairəvi stadionun ətrafında A və B cisimləri əks istiqamətlərdə bərabər sürətlə hərəkət edir. Baxın, eyni nöqtədən başlayırlar bunlar. Biri saat əqrəbi istiqamətində, biri saat əqrəbinin əks istiqamətində hərəkət edir. İlk dəfə 5 nöqtəsində görüşən cisimlər ikinci dəfə hansı nöqtədə görüşər? Deməli, ilk dəfə bunlar 5 nöqtəsində görüşürlər. Gəlin belə eləyək. Burada görürük ki, çevrəni bərabər hissələrə bölüb. Neçə bərabər hissəyə bölüb? 1, 2, 3, 4, 5, 6, 7, 8 bərabər hissəyə bölüb. Biz hər bir hissəni S deyək. Məsələn, A-dan, baxın, bu nöqtəyə gələnə qədər S qədər məsafə qət eləyir. B cismi təbii ki, digər bərabər hissəyə S. Hər birinə S desək, baxın, burada S, 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 S. İndi B cismi 5 nöqtəsinə gələnə qədər, baxın görün, B cismi 5 nöqtəsinə gələnə qədər burada neçə S məsafə qət eləyir? Deməli, 1, 2, 3, 4, 5, 6 S məsafə qət eləyir. A cismi isə 5 nöqtəsinə gələnə qədər neçə S məsafə qət eləyir? 2 S məsafə qət eləyir. Deməli, növbəti dəfə görüşəndə yenə A cismi 2S gedəndə bunlar həmən nöqtədə görüşəcəklər. Yəni, bu istəyirsiniz B cismindən başlayın, istəyirsiniz A cismindən başlayın, fərqi yoxdur. Hər iki cisimdən gedə bilərsiniz. Yəni, növbəti dəfə görüşəndə A cismi yenə 2S gedəcək. B cismi isə 6S gedəcək. Deməli, mən məsələn, indi A cismini götürürəm. Niyə? Çünki A cismində daha azdır, 2S-dir. İndi A cismi növbəti 2S gedəndə görüş nöqtələri olacaq 3 nöqtəsi. Deməli, burada ikinci dəfə harada görüşəcəklər? Baxın, 3 nöqtəsində görüşəcəklər. Baxın, istəyirsiniz B-dən gedin. B buradadır birinci dəfə. Deməli, B neçə S getdi ki, bunlar 5-də görüşsün? 6S. Sayaq 1S, 2S, 3S, 4S, 5S, 6S. Gördünüz, həqiqətən də B ilə də hesablayanda 3 nöqtəsində bunlar görüşmüş oldular. Hətta 3-cü dəfə
Məsələn, mən bunu hesablamaq istəyirəm. Onda A cismi yenə 2s məsafə getməlidir. Yəni 1s burdan bura, 2s burdan bura. Yəni üçüncü dəfə artıq bunlar bir nöqtəsində görüşəcək. Cavabımız olacaq burada B variantı. 7 nömrəli məsələ. Deməli, çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə periodu 1 saniyədir. Onun dövr etmə periodu 3 saniyə artarsa bucaq sürəti necə dəyişər? Deməli, biz burada bucaq sürəti ilə dövr etmə periodu arasında əlaqə düsturunu bilməliyik. Bucaq sürətinin düsturu omega bərabərdir 2pi bölünsün period t-dir. Görürük ki, omega t-ilə necə asılıdır? Tərs asılıdır. Çünki t burada məxrəcdədir. İndi görək period bəs necə dəyişir? Deyir, əvvəlcə period 1 saniyədir. Sonra isə period 3 saniyə artıb. 3 dəfə artıb demir, 3 saniyə artıb. Deməli, birinci halda bizim T1 1 saniyədir. 3 saniyə artıb nə qədər olub? 1 üstə gələk 3, yəni 4 saniyə olub. Deməli, period neçə dəfə artıb? 4 dəfə artıb. Periodun 4 dəfə artması bucaq sürətinin azalması deməkdir. Özü də neçə dəfə azalması deməkdir? 4 dəfə azalması deməkdir. Bunlar bir-birindən tərs asılıdır. Deməli, cavabımız olacaq bizim A variantı. 8 nömrəli məsələ. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə, baxın, A-dan B-yə 0,2 saniyə ərzində gəlmişdir. Onun bucaq sürətini hesablayın. Deməli, biz burada nə edirik? Zamanı verib bizə A-dan B-yə gələnə qədər keçən zaman müddəti, yəni T bərabərdir 0,2 saniyə. Fi-ni verib bizə, burada görürük ki, AB dönmə bucağı nə qədərdir? 120 dərəcədir. Biz bunu çevirməliyik radiana. Deməli, radiana çevirəndə nə edirik? Bucağı pi bölünsün 180-ə vurmalıyıq. Burada ixtisarlarımızı aparsaq, 60-a ixtisar gedir. 60-a ixtisar gedəndə, deməli, yuxarıda qalır 2pi, aşağıda qalır 3. Deməli, dönmə bucağımız bizim oldu 3-də 2pi. Pi-ni də bizə neçə verib? 3 verib. Elə vursaq burada 3-ə 2 vurulsun 3, bölünsün 3. 3-lər ixtisar getdi 2. Deməli, dönmə bucağımız bizim 2 radian olacaq. 2 radian. Bizdən bucaq sürətini istəyir. Yəni, omega bərabərdir dedik ki, fi bölünsün t-dir. Fi-ni 2 tapdıq. T 0,2-dir. Onda 2-ni 0,2-yə böləndə 10 radian bölünsün saniyə olar. 9 nömrəli məsələ. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 3-də 1 saniyə ərzində gələrsə, onun dövr etmə periodunu hesablayın. Deməli, zamanı bizə verir 3-də 1 saniyə. Və bizdən nəyi soruşur? Periodu soruşur. Biz görürük ki, burada cisim 60 dərəcəlik bir qövs çizib və 60 dərəcəlik qövsdə burada neçə dövr edəcək? Yəni, bir tam dövr. Yəni, bir tam dövr bizdə 360 dərəcədirsə, onda mən enə 360 desəm, bir enə daha doğrusu da enə 360 deyirəm. 60-a x. X-ı buradan tapsaq, x bərabərdir. Neçə olar? Deməli, 360 aşağıda, burada da olacaq 60 vurulsun. Yəni, hansı hissəni gedib bu? 6-da 1 hissəni gedib. Deməli, biz burada dövrlərin sayını tapdıq ki, 6-da 1-ə bərabərdir. Onda periodu tapa bilərik. Period bərabərdir, t bölünsün n-dən 3-də 1 bölünsün 6-da 1. Bu da eləyəcək neçə? 3-də 1-i 6-ya vuracaq, eləyəcək 2 saniyə. Deməli, dövr etmə periodumuz 2 saniyədir. Uyğunluğu müəyyən edin. Burada verib periodları 1 il, 12 saat və 24 saat. 1 il nəyin dövr etmə periodudur?
Təbii ki, yerin Günəş ətrafında fırlanma periodudur. Deməli 1-ə getdi D. 12 saat nəyin dövr etmə periodudur? Saatı gözümüzün önünə gətirsək, biz görürük ki, orada 3 dənə əqrəb var. 1 saat əqrəbi, 1 dəqiqə əqrəbi, bir də saniyə əqrəbi. Saat əqrəbi ən ləng gedən əqrəbdir. Dəqiqə əqrəbi ondan biraz tez hərəkət eləyir, tez, yəni bir periodunu tamamlayır, bir dövrünü tamamlayır. 24 saat burada verib. Deməli 24 saat da nədir burada? 1 sutkadır. 1 gündür, yəni. İndi burada gəlin tapaq. Deməli T bərabərdir 1 il. 1 ili dedik ki, yerin Günəş ətrafında fırlanma periodudur. 12 saat. 12 saat saatın saat əqrəbinin dövr etmə periodudur. Çünki saat əqrəbi 1 dövr edəndə artıq orada 12 saat vaxt keçir. 24 saat 24 saat burada yerin öz oxu ətrafında fırlanma periodudur. Vəssalam. Deməli 1 oldu D, 2 oldu A, 3 də oldu C. Belə əziz dostlar, növbəti dərsdə görüşənə qədər hələlik sağ olun.